Salamlar və saygılar bizi izləyən bütün əziz tamaşaçılar. Ümidimiz var ki, hər vaxtınız xeyir olsun. Daha öncədən bəlli etdiyimiz kimi, bugünkü canlı yayında bir daha Güney Azərbaycanın gündəm məsələlərinin haqqında söhbət edəcəyik. Təbii olaraq bir milli hərəkət və Güney Azərbaycan miqyasında olan bir hərəkətin müxtəlif və çeşidli zaviyyələrdən baxmaq lazımdır. Və ona gələkən bunları dəyərləndirmək üçün və millətimizə bilgi aktarmaq üçün Güney Azərbaycan millətinin fərqli baxışlardan, fərqli siyasi quruluşlardan təbii ki, bu haqda biz əməkdaşlıq edib və onlarla birlikdə bu bilgiləri sizə axtaracaq. Güney Azərbaycan Milli Hərəkətinin əsas teori məsələlərinə dönəndə ki, bir siyasi və bir milli bir hərəkətdir. Təbii olaraq bunun əsas fikirlərini və teorilərini də bir daha gözdən keçirmək faydalı olacaqdır. Bugünkü əsas mövzumuz Güney Azərbaycan Milli Hərəkətinin əsas teorilərin və fikir payələri nədən ibarətdir? Və sizə axtardığımız mövzulardan birisi də Güney Azərbaycan Milli Hərəkətində realizm və liberalizm ki, bu haqda söhbət edəcək. Bugünkü qonağımız Sayın Ərsalan bəy Çehranı, Cəmaət Təşkilatının yönetim kurulunun üyəsidir və bu haqda çalışacaq ki, Ərsalan bəydən bir reportajımız olaraq və təbii ki, sizdən gələn sorular və daha öncə belirlənmiş soruları Ərsalan bəyə soracaq. Buyurun Sayın Ərsalan bəy. Əziz Səid bəy və dəyərli izləyicilərimiz, hamınızı canı gönüldən salamlayıram. Hər vaxtınız xeyir olsun. Dəvətiniz üçün təşəkkürlər. Belə məsələyə girək, realizm və liberalizm, bunlar uluslararası platformda iki ana görüşdülər, iki ana baxış açılarıdır. Uluslararası platformda realizmə bir göz atalım. Realizm bunu deyir ki, uluslararası platformda aktörlər var. Aktörlərin bəziləri dövlətlər olur. Ondan sonra supranational aktörlər var ki, devletler üstü aktör olur. Bu özellikle UN bağdaşında önümüze gelmektedir. Bəs oldu dövlətlər, UN ki, dövlətlərin topluluğudur. Başka aktörlər də var ki, NGO'lardılar, dövlətsiz bəzi orqanlar ki, bunların birisi Amnesty International'dır veya UNPO ki, Güney Azərbaycanımız bugün orada üzdür və başka aktörlər də bəzi silahlı terör örgütləri var və fərdlər. Bəs realizmin ilk öncə nə dediyini, yəni uluslararası platformda aktörlərə necə baxdığını bir araşdıralım və izləyicilərimizlə paylaşalım. Realizmdə... Tabii. Başlanan sözü kəsirəm, Sayın Ərsalan bəy. Biz baxdıq ki, öncəliklə yəni mənim həm olaraq sualımdır, bəlkə də bir çox izləyicilərimizin sualıdır. Realizm deyəndə anlam nədir və liberalizm deyəndə anlam nədir? Yəni bu iki sözcüğün bir açıqlamasının haqqında bir söhbət edəcəyik ki, həm sözcüklər latin olduğu üçün biz bunun haqqında bilgi sahibi ola bilərik. Buyurun. Tabii. İngilis dilində real yəni gerçək, realizm yəni gerçəkçilik. Bəs anlamı gerçəkçilik olur, amma siyasi anlamı nədir? Onu gəlin bir göz atalım. Realizmin baxış açısı dünyaya əslində anarşik bir sistem olaraq baxır dünyaya ki, bu aktörlər özlərini qorumaqla mükəlləfdirlər. Yəni bu açıdan dövlətlər özlərini qorumaq, sınırlarını qorumaq, haqq və hüquqlarını qorumaqla sadəcə özlərini
görevləndirə bilərlər. Yəni başqalarına güvənmək yoxdur. Bəs realizmdə dövlətlər arasında çəkişmə var, aktörlər arasında sürəkli çəkişmə var. Bu nədənlədir ki, ordular arası çəkişmə davam edir. Sürəkli, özəlliklə Soğuk Savaş dönəmində nükleer başlıqlı füzələr, balistik füzələr, bir deyil, 100 deyil, minlər həm Amerika, həm Sovyetlər Birliyi tərəfindən yəni lüzumsuz görülsə də deterrence, yəni başqa qarşınızdakı tərəfi savaşdan uzaqlaşdırmaq ya savaş meydanından çəkinmək üçün daha çox füzələr ürətirdilər. Yəni realizmin gərəksələri budur ki, dövlətlər öz-özlərini qorusunlar. Bu anlamda milli hərəkətimizdə indi birazdan açıqlayacaq ki, Güney Azərbaycan milli hərəkətimiz daha çox realizmə və ya liberalizmə yaxındır. Gəlin bir göz atalım liberalizmə. Liberalizm böyük L ilə olur. Bu uluslararası platformda liberalizmdən danışılır. Liberal partilərlə bizim işimiz yoxdur burada. Liberalizmin baxış açısı fərqlidir. Daha çox diplomasi ilə ilişkilidir. Bu uluslararası platformda aktörlərə belə baxır ki, dövlətlər barış içində olmaları üçün gərək bir-birlərindən ilgi və ilişki içində olalar. Ki, məsələn, UN bunun bir böyük örnəyidir. Orada bütün dövlətlər üyədirlər və əgər bir sıxıntılar varsa, savaş yolu ilə yox, silah və arms race yolu ilə yox, bəlkə diplomatik yollarla çalışılsın və həll edilsin. Bəs realizmdə ordu, istihbarat, dövlət gücü ön planda olur ki, başqa tərəfi savaşdan uzaqlaşdıra, çəkimsinə. Liberalizmdə isə dövlətlər arası ilişki və diplomasi ön planda olur. Bizim bildiyimiz bu yəni siyasi dövlətlərin səviyyəsində olan liberalizm düşüncəsi ilə bu sizin tərif etdiyiniz liberalizmin arasında nə fərqlər ola bilər? Yəni mesela burada da liberal görüşlü insanlar var Amerika'da. Bu daha çok parti içi insanlar ve onların hukukları, insan hakları, daha çok özgürlük, hak ve hukuklarıyla bağlı olan bir parti görüşleridir. Uluslararası liberalizm ise tabii ki bunu bir mərhələ öteye aparır ve insanlar arası insan və dövlət arası ilişkidən çox dövlətlərin bir-biri ilə ilişkisini nəzərdə tutur və dövlətlərin necə bir-biri ilə aynı şəkildə ki, dövlət bir toplumla necə davranar, dövlətlər də aynı teori və prinsiplərlə bir-biriləri ilə sağlıqlı və savaş olmadan huzurlu ilişkilərdə ola bilərlər. Yəni bunu bir mərhələ ötəyə daşıyır. Aydındır. Səlam bəy, siz burasınız ki, Güney Azərbaycan Milli Hərəkətinin söhbət gedəndə əsas teori fikirlər, yəni bu iki konu haqqında realizm və liberalizm, bunlar Güney Azərbaycan Milli Hərəkətində hansı nöqtədə durublar və Güney Azərbaycan Milli Hərəkətinin siyasi görüşləri ya teorik görüşləri hansısına yaxın ola bilər və bu sonucu nə ola bilər bu iki alternativ fikir dəyərləndirəndə? Tabii biz yani göstergeler bunu gösterir ki tarihte olan hadiseler ve bugün içinde olduğumuz durum biz realizmin maalesef kurban olmuşuq ve bunu niye deyirəm mən? Bu deyir ki biz liberalizmi seçmirik ya liberalizmi istəmirik. Tabii ki gönül istər insan diplomatik çözüm yollarıyla kurtuluş ve özgürlüğe varsın. Ancaq şəraitlərə baxmaq lazımdır. Mənim fikrimcə biz realizm dünyası və platformu içindəyik bugün. Necə ki bir qısa tarixçə verim. Yəni 1925-ə qədər İranda Qacar Türk hanedanlığı ya Qacar Türk silsiləsi var idi. Amma bu dış güclər tərəfindən anlaşmalarla bu silsilə dağıdılır darbə yoluyla və Riza Palani iş üstünə gətirilir və indi 100 ilə yaxındır ki biz mənfi assimilyasyon projələrinə
məruz qalmışıq. İranda türk kimliyi silinməkdədir. İranda türk izləri silinməkdədir. Yəni geografik adlar, uşaqlarımıza qoyulan adlar, dilimiz, radiomuz, bütün vəsilələrimiz, yəni ən bəsit və elementari haqlarımız bizdən yasaqlanmışdır. Demək ki, bizim heç gücümüz yoxdur ki, diplomatik yollarla haqlarımızı arayaq. Yəni diplomasi və liberalizmin gerçəkləşməsi üçün ilk öncə bizim öz dövlətimizi qurmamız lazım. Öz ordumuz, öz istihbaratımız və öz məclisimiz, parlamanımız olmalıdır ki, öz diplomatlarımız bu güclərə yiyələnərək masada başqa aktörlərlə müzakirələr eləyə bilər. Bəs o hesabdan biz realizm dünyası içindəyik. Yurdumuz bilindiyi kimi, yəni ən son örnək 1945-də bir Azərbaycan Milli Hökuməti qurulur və bir il sonrası qanlı bir şəkildə bu yıxılır. Yəni bu hamımıza aydındır ki, toplumumuz bugün özünü qorumaqla mükəlləfdir. Yəni 1945-də yaranan bir illik, ömrü bir il sürəcək bir hakimiyyət maalesef şiddətlə yəni İran, Tehran, Fars ordusu tərəfindən dağılır və heç kim yəni köməyimizə gəlmir. Demək ki, biz realizm dünyası içindəyik və başqalarına güvənmək deyil də özümüzü necə qoruya bilərik, öz haqlarımızı necə axtara bilərik və onlara necə vara bilərik, biz bunları düşünməliyik, əzizlər. Aydındır. Ancaq təbii ki, bu günümüzə gəldiyində, yəni Güney Azərbaycan Milli Hərəkətinin tarixində müasir dönəmə gəldiyimizdə biz Güney Azərbaycan Milli Hərəkətinin yeni yarandığı terminlərlə, ya Güney Azərbaycanın yarandığı termindən bu yana söhbət gedir. Yəni təbii ki, biz 100 illər boyu, 100 ildir ya 100 ildən daha çoxdur Güney Azərbaycan olaraq ya Azərbaycan milləti olaraq bir haqqının peşində gedən bir millətdir. Yəni bunu biz Xiyabanidən, Pişəvər hərəkatından, Səttərxan hərəkatından, sonra 79 inqilabından və sonradan gələn siyasi terminləri yaradandan sonra Təbrizdə olan seçkilərdən sonra bu Güney Azərbaycan termini yarandıqdan sonra bu məsələyə gəlir. Ancaq bu realizmi söhbət gedəndə bugünkü məsələmizdə realizmi dəyərləndirəndə bu hansı nöqtədə durmuşuq? Yəni bu biz sizin söhbətlərinizdə buna anlaşıldı ki, bir gerçək bir məsələdən ibarətdir ki, biz nəyi görməliyik? Ya siyasi cəhətdən baxmalıyıq, ya gerçəkləri görməliyik. Təbii ki, bugünkü Güney Azərbaycan Milli Hərəkətinin içində gedən siyasi məsələdə realizm harada durub? Yəni realizmin yeri nədir və ya liberalizmin yeri nədir? Bu ikisinin yerindən söhbət aparasınız. Təbii ki, yəni eyni paralel çizgilərdədir. Sizin işarət etdiyiniz yeni dönəm gənc hərəkatımız ki, yaranıbdır. Güney Azərbaycan Milli Hərəkatı və ya Güney Azərbaycan Milli Oyanış Hərəkatı 95-96'larda. Bu liderimiz Sayın Doktor Seyreqanlı bəyin seçkilərə qatılması və millətlə yüzlər toplantısı ki, orada ilqar bağlandı. Biz özümüz gələk meydana və öz haqlarımızı axtaraq demokratik, barışçıl və İran anayasasının öz içində bulunan bizə verilən haqlar çərçivəsində. Ki, bunları mən neçəsini buldum və sizlərlə paylaşmaq istəyirəm. Ki, 2-ci bölüm İran anayasasında 15-ci bəndə rəsmən deyir ki, İran adlı dövlətin rəsmi dili farsça olsa da məhəlli bölgələrdə insanlar öz dillərində danışa bilər, eğitim ala bilər və hər türlü mediatik, yəni televizyondan, qazetədən istifadə edə bilər. Ki, bu haqlar tamamilə bilirsiniz yasaqlanmışdır. Ondan sonra yine 2-ci bölümdə 26-cı bəndə işarə edir ki, insanlar istədikləri partilər qura bilərlər, istədikləri birlik içində ola bilərlər. Etiraz haqları var, barışsız etiraz haqları ki, biz indiyə qədər sahibsiz bir sokaq lambasını belə patlatmamışıq.
Yəni bizim hərəkətimiz tam Gandhi metodlarıyla, Martin Luther King Jr. metodlarıyla qabağa gedibdir. Amma buna rağmen liderimiz İran Milli Məclis seçkilərində 2-ci dönəm Təbrizdən millət vəkili olma haqqını qazansa da heç bir İran və ya uluslararası nə deyirlər, anlaşmaları pozmamasına rağmen, tam barışçıl bir mücadele gütməsinə rağmen həbs edilir, məclisə girmə yerinə həbsə atılır və ondan sonra təbii ki bizim bu barışçıl milli hərəkatımız başlanır. Və bu milli hərəkatın başlanması da elə İngiliscədə bir term var, grassroots, yəni lap elə dipdən başlayır. O çəmənin çıxdığı yerdən başlayır, lap ağac kökündən başlayır. Yəni toplumun içindən gəlir bu. Çörəqanlı və mühəndis Əmani tək şərəfli öncüllərimiz millətlə yəni bir yerə gəlirlər, toplaşırlar. Öz gördükləri millətin durumunu millətlə paylaşırlar, millətlə ağlaşıb gülüşürlər, onun durumunu anladırlar və bu deyilir ki, biz özümüzü qurtaracaq. Yəni bizim hərəkatımız buna görə başlamadı ki, sabah batıdan məsələn UN gələcək, ya məsələn Amerika gələcək, ya qardaş Türkiyə gəlib bizi qurtaracaq, bizə bəzi haqlar verəcək. Biz buna inanmışıq ki, biz öz bu hərəkatımızı yaratmışıq və əgər bir başarı əldə etmişsə də indiyə qədər hamısı öz çabalarımızla olmuşdur, verdiyimiz şəhid qanları ilə olmuşdur ki, bu vəsilədə də rəhmətli şəhid Qulam Rza Əmanini 11-ci aramızdan ayrılışının və şəhadətinin il dönümündə rəhmət, sayğı və özləmlə anırıq, millətimizə baş sağlığı diləyirik. Bütün şəhidlərimizə ki, may qiyamlarında, bütün şəhərlərimizdə canlarına ovuçlarına alaraq heç bir silahları yox idi, ən güclü silahları fikirləri idi, barışçıl fikirləri çıxdılar ortaya, protestolarını etdilər və rejim təbii ki, onları güllələyib, ya bıçaqlayıb qətlərini yetirdi. Yəni biz bu durumdayıq, əziz Səid bəy, biz realizm dünyasındayıq. Yəni liberalizmin gerçəkləşməsi üçün biz ilk öncə qurtuluşumuza sarı yəni dövlətimizi yaratmalıyıq, bizim bir rəsmi orqanlarımız olmalıdır. Yəni indi bizim diplomatik bir etkimizin olması üçün bizim bir rəsmi formatda bəzi orqanlarımız olması lazımdır. Demək ki, biz feylən realizmin platformu üstündəyik. Doğrudur, aydındır. Sizin də söylədiyiniz kimi bugün Sayın Əziz şəhidimiz Sayın Mühəndis Əmaninin 11-ci il dönümlərinə yəni bu günlər ona təsadüf etmiş. Biz də o böyük şəhidimizi və varizimizi burada sayğı ilə anırıq. Təbii ki, sizin söhbətlərinizlə məsələ buraya nöqtəyə gələndə bundan ibarət gedir. İstər-istəməz beyin bura yetirir ki, realizm deyəndə mən şəxsən oyanış məsələsindən qarşı-qarşıya gəlirəm. Təbiətən bizim bir müasir dönəmimizdə, bir 100 il keçmişdə və yeni Güney Azərbaycan Milli Hərəkətinin başlandığı tarixdən ibarətdən bu məsələ realizm və oyanış məsələ yan-yana paralel şəkildə qabağa gedir. Bu arada bir çoxlarının sualı ola bilər ki, nə zaman olacaq oyanış? Yəni oyanışın keçmişi nə qədər zaman apara bilər? Təbiətən siz bu haqda söhbəti buyurun. Yəni biz Güney Azərbaycan milli məsələsində nə zamandan bura başlamışıq? Əgər biz 100 il bundan qabaq oyanış hərəkatımızı başlamışıq, bu cürlə bunu idamə verməliyik, yoxsa yeni dönəmdə biz oyanışa başlamışıq, ya realizmə gəlmişik? Necə ki görürük, əgər biz bunu siyasi səviyyə bir ara 1945-lərdə, 46-larda siyasi səviyyəyə daşıya bildik, sonra yenə minus olaraq aşağı yendikdən sonra gənə bir ara sakinlikdən sonra görürük ki, seçkilərdə gənə siyasi məsələ və Güney Azərbaycan milli məsələsi ortaya çıxır. Buyurun. Çox önəmli və tarixi sualdır bu. Təbii bunun bir bölümünə işarə etməyə çalışacağım mən, əziz Səid bəy. Bunu deyim ki, liderimizin bir sözü var, oluşdan ölüşədək oyanış. Yəni oyanış eğitimdir, oyanış ərdəmlikdir. Biz özümüzü
gelişdirməliyik, özümüz eğitim almalıyıq, kitablar oxumalıyıq, eğitimimizə davam etməliyik. Əgər lisansıq, fوق lisansıq, doktora, dünya sistemləri ilə tanış olmalıyıq və bunu təbii ki, vəzifəmizdir ki, millətimizlə paylaşaq. Demək ki, oyanış bir başlanğıcı və sonu olan bir varlıq deyil. Yəni, oyanış eğitimdir. Eğitimin sonu yoxdur uşağı. Eğitim, yəni insanlar doğulur, eğitimləri davam edir. Toprağa tapşırdıqları ana qədər. Bizimkisi də elə olmalıdır. Bizim hədəfimiz nə mənədir oyanışla? Oyanış bir yöntəmdir. Oyanış bu anlama gəlir ki, bəzi aydınlar, bəzi ziyalılar, bəzi öncüllərimiz ki, dünya sistemləri ilə tanışdılar və içəridə millətimizin olduğu durumu bəlkə başqa insanlardan ya toplumdan daha çox bilməkdədirlər dərinlikdən və bu onları çox ağır yük olaraq incitməkdədir. Ona görə millətlə bunu paylaşırlar, millətə səslənirlər, milləti protesto və etiraza çağırırlar, millətin hangi durumda olduğunu geçmişdə və indiki durumu qiyaslayırlar. Demək ki, oyanış bir eğitim və öyrənim sistemidir və çox güclü bir mübarizə silahıdır ki, bunu deyim sizə, barışsız olmasına rağmen bunu İran rejimi təbii yaxşı bilir ki, bu 1995-96'larda yaranan bizim hərəkatımız virus kimi giribdir bu zalim, işgalcı İran rejiminin sistemin içinə və bunu əni sonunda bu milli virus köşədəcəkdir bu haqsız sistemi, əziz Səhid bəy. Aydındır. Biz bu nöqtəyə gəldiyimizdə təbiətən realizmi bugünkü dünya uluslararası teorilərlə dəyərləndirən, dünyada gedən söhbətlərlə dəyərləndirəndə realizm ya oyanış dediyimizdə Güney Azərbaycanın əsas və bir binövrəsi və Güney Azərbaycan Milli Hərəkətinin demək olar, əsas binövrəsi və teorisidir. Ancaq bu konuda gələndə Güney Azərbaycan milli məsələ, milli hərəkətinin siyasi mübarizə metodları, bənzər metodlar nələr ola bilər bu haqda? Yəni, təbiətən bölgəmizdə ya bölgəmizin dışında, Avropada ya Doğu Avropa olsun və ya dünyanın hər hansı bir yerdə Güney Azərbaycan milli hərəkətinə bənzər siyasi hərəkətlər hansı ola bilər? Təbii. Bunu da deyim ki, bizim hərəkətimizdə 3 ana görüşümüz var. Bu türkçülükdür. Yəni, türkçülük deyəndə biz türkük və başqa millətlərdən nə üstün, nə də aşağıdayıq. Biz özümüzü bütün millətlərlə eşit görürük və türkçülük dediyimizdə milli, ulusal, kültürel, siyasal və ekonomik haqlarımızı qorumaqdan bəhs edirik. Və ondan sonra çağdaşlıq gəlir ki, müasir tariximizlə biz denişləmdə olmalıyıq. Oyanış da bunun böyük bir etkilənidir. Oyanış yəni dedik, eğitim, öyrənim və ərdəmlik. Sürətli eğitim, sürətli öyrənim və iləri baxış. Və təbii ki, inanc özgürlüyü. Biz bunun fərqindəyik ki, məntəqəmizdə fərqli inanclarda olan soydaşlar var, fərqli inanclarda öz dinlərini praktis edən millətlər və etnik yapılar var. Bəs bu 3 ana baxış açısı bizim oyanışımızın təməlləridir və hərəkətimizin təməlləridir, baxış açımızdır dünyaya. Belə deməliyik ki, bizim hərəkətimiz gənc olmasına rağmen qısa sürədə heç bir dış dəstək olmadan, bunu da vurğulayaq, heç bir dış dəstək olmadan, amma çoxlu dış güclərin indi ad çəkmək lazım deyil, istər qonşuluğumuzda olsun, istər dışarıda olsun, çalışıblar ki, bu hərəkət zəifliyə, öz kontrollarına alına bu böyük momentum. Amma təbii ki, bunu böyük ölçüdə başara bilməyiblər. Bu təbii ki, yenə də milli hərəkətçilərimizin oyanışından, eğitim və öyrənimdən keçir. Durumu olduğu kimi görməyə başlayıblar. Yəni, dost və düşməni yaxşı tanıyırlar. Biz dost və düşmən deyəndə bizim millətimizin təbii ki, bugün dost ölkələr var və
bu hərəkətimizə düşmən ölkələr var. Amma dedim, realizmdə heç bir dövlət cəhətdə bizi qurtarmayacaq. Ona görə ola bilər mediatik yardımları olsun, ola bilər bəzi icazələr versinlər ki, toplantılar olsun bəzi ölkələrdə. Amma heç bir ölkə gəlib də bizi qurtarmaq üçün öz nə deyirlər, öz imkanlarından istifadə etməyəcək. Bunların sözünüzün arasında mən özət olaraq bunu sizin söhbətlərinizdən anladım. Realizm dediyimizdə təbiətən əgər biz istəsək realizm siyasi açıdan ya politikal bir səviyyədən bir adım daha dağladı. Biz əgər istəsək ki, Azərbaycan milli məsələsini, yəni milli hərəkətinin məsələsini oyanışla müqayisə edildiyində bugünkü durumumuz, vəziyyətimiz oyanışdan keçəcək. Ki, bu realizmlə paralel şəkildə qabağa gəlir və biz millətimizi bildirməyə, yəni maarifləndirməyə yönəlik realizmlə oyanışı paralel şəkildə qabağa aparmaq, təbii ki, bunu siyasi səviyyəyə çatdırmaq bizim üçün ən uyğun və ən bir gerçək bir yoldur. Təbii. Yəni bunu vurğuladıq indi. İran Anayasasında bəzi bəndləri işarə elədik, əziz Səid bəy. Demək ki, İran rejimi bir yapıdır ki, öz anayasasında öz toplumuna, millətinə ki, ona iqtidardır, ona bəzi haqlar tanıyır, amma yəni rəsmi şəkildə bu haqları danır. Tək türklərə yox, orada başqa etniklərə, farslara belə çoxlu haqları tanımır və bu haqları biz deyənlər ki, buyurun anayasamızda vardı və bəndlər göndərib, ona rağmen tutuqlayırlar, işgəncələr davam edir. Bugün Abbas İsa'nı tək bizim öncülərimiz ki, təhsə silahları, fikirləri, dilləri və qələmləridir. Orada Güney Azərbaycan türklərinə İran anayasasının tanıdığı haqları istəyirlər və axtarırlar, onları həbsə məcbur qoyurlar. Yəni bu realizmin qurbanlığı davam edir. Təbii ki, İran rejimində yaxşı tanımalıyıq biz məntəqəmizdə və dünyada istihbaratının, ordusunun, gizli servisinin və qəddarlığı ilə tanınan bir rejimdir. Yəni belə bir rejimlə biz üz-üzəyik. Bizim torpaqlarımızı işğal edən, haqlarımızı qəsb edən rejimi təbii ki, yaxından tanımalıyıq. Düşməni küçümsəmək heç zaman bizim xeyrimizə olmamışdır, nə tarixdə, nə də bugün. Ona görə realizmin elə gərəksəsi də budur ki, baxmalısınız ki, siz bir aktörsünüz, İran rejimdə bir aktördür. Güney Azərbaycan türkləri bugün İran rejimindən bəzi haqlar tələb edirlərsə, ən yaxşı mübarizə elə yolu, baxınız, sizə bir örnək verim, 1930-da, ya 1930-ların başında Gandhi Hindistanda bir barışçıl Duz Gölü marşı, adı Salt Lake March olur və bütün Hindistanın imparatorluğunda və dünya basınında bu yayılır. Ki, Gandhi nə istirdi? Hindistan təbii ki, İngilistan imparatorluğu tərəfindən işğal edilmişdi və qurtuluşu da imkansız görünürdü. Amma Gandhi tək bir adam ki, ilməhçi idi. Bu milləti barışsız etiraza çağırır, Duz gölünə yeriş eləyirlər, orada yüzlər insan tutuqlanır, vurulur, əzilir, amma bu uluslararası mediaya yayılır və İngilistan məcbur qalır ki, o tutuqların yanı sıra geçmişdə də tutuqlanan bəzi məhbusları, Hindistanlı məhbusları, aktivistləri buraxa. Hamısında barışçıl yollarla başarırlar. Yəni məntəqəmizdə və biraz uzaqda Doğu Avropada bəzi silahlı hərəkətlənmələr də var. Bunların nə dərəcədə başarılı olub-olmadığını təbii ki, tarix göstərəcək, amma biz buna əminik ki, bizim təkcə qurtuluş yolumuz oyanışdan, barışçıl metodlardan keçir. Əgər vaxtımız olsa bir örnəkdə vermək istirdim. Burada Amerikada 1950-lərdə tanış olarsınız, izləyicilərimiz də mütləq duymuşlardır. Martin Luther King Jr. və Civil Rights Movement, yəni toplumsal haqlar hərəkatı. Bilirsiniz ki, 1945-də İkinci Dünya Savaşı sona ərir və Amerika ordusunun içərisində bir çox türk arkadaşlarımız siyahi deyirlər, qara, yəni African American soylu əskərlər var idi. Bunlara savaş dönəmində deyirlər, siz Amerikalısınız,
siz bizimlə qardaşsınız, buyurun, gəlin savaşın və savaşdırırlar. Çoxları da yəni yaşamlarını yitirirlər, qazi olurlar. Ondan sonra yəni geri dönəndə 1945-də ki, İkinci Dünya Savaşı sona ərir, ölkələrinə, məmləkətlərinə, Amerikaya geri dönürlər və görürlər ki, ağlar tərəfindən yenə də bunlar ikinci sınıf müamiləyə məruz qalırlar. Bununla paralel 1979 İran devrimi sonrası 80-81-də başlayan İran-İraq savaşını biz örnək olaraq göstərə bilərik. Baxınız, savaş dönəmi bizi tumarlayırlar, siz türksünüz, siz Səttarxanın nəvələrisiniz, siz ölkənin əsl sahiblərisiniz, buyurun meydana, gəlin savaşın və nə olur bu 8 savaşın sonucu, Səttamla savaşın sonucu 300 min, bundan biraz az çox şəhidimiz olur meydanda. Bu əsgərlər geri dönürlər və yenə də türklərə təhqir, tohin olunur, bizim haqlarımız, hüquqlarımızdan ki, bəhs olunur, yenə yatırılır və yenə biz tuzağa salınırıq realizm tərəfindən. Yəni, düşmən bizdən istifadə edir, bir yakıt kimi, bir yandıracaq kimi, sonra da lazım olmadığı təqdirdə bir bucağa atır və dəyərsiz olaraq görür. Biz bu örnəkləri millətimizlə paylaşmalıyıq və bundan sonlandırım bu sualın cavabını ki, demək ki, Martin Luther King Jr. və onun dava arkadaşları, məsələ Rosa Parks, bir örnək verin, məsələ oyanış və barışçıl protesto necə olar? Dedim, 1930-da Gandhi o cür Salt Lake marşı edir ki, bir barışçıl hərəkət bütün dünya qamuoyuna yansıyır və pozitiv sonuçları olur. Rosa Parks bir yenə Afrikan-Amerikan bir xanımdır, qara xanımdır. Məcbur edirlər bu qaraları Amerikada o tarixlərdə 1950-lərdə özəlliklə burada yəni ağ-qəri ayrımı var, qanuni hətta, yəni separate but equal. Yəni deyirlər ki, ayrı amma eşit. Bunların okulları ayrıdır, ağlar və qərələr çeşitli dəyişik okullara gedirlər. Ondan sonra Rosa Parks və başqa qərələr məcbur buraxılırlar ki, həmişə otobüslərin, metrobüslərin, ya məsələn metroların davasında otururlar. Çünki qərədilər. O etiraz edir, deyir ki, yox olmaz. Nə cür etiraz edir? Gedir oturur otobüsün qabağında və bunu tutuqlayırlar. Bunun sonucu çox böyük bir hərəkət yaranır. Adı da Montgomery Bus Boycott, yəni Montgomery otobüs boykotu. Nə olur? Bütün qərələr də çox yəni orta sınıf işçilərdirlər. Burada blue collar deyirlər, yəni mavi yaxa, yəni əlləri ilə işləyən işçilər. Bunlar çox da otobüsdən istifadə edirlər. Birdən hamısı bunların qərar alırlar ki, otobüsləri, metroları boykot edirlər və bu şirkətlər yavaş-yavaş görürlər ki, yəni müştərilərinin çoxunu itirdilər. Güclərini o cür ortaya qoyurlar. Və ondan sonra Martin Luther King Jr. ya Dr. King Jr. ki, bugün uluslararası platformda liberalizmin və barışçıl metodların böyük bir öncüllərindən, fikir insanlarından birisidir. Milləti dəvət edir, civil unrest ingiliscə deyilir, yəni toplumsal etiraz. Nə olur? Çıxırlar eşiyə, oturma eylemləri yapırlar, çıxırlar eşiyə, barışçıl fəaliyyətləri yeriyirlər. Washingtona əvvəllərdə neçə min, sonra da milyonlar insan ağı qərəsi bütün etdiklərdən dəstək verir Martin Luther'a və bunun bir danışığı var. I have a dream, yəni mənim bir xəyalım, mənim bir hədəfim var ki, qərəbə ağ uşaqlar birlikdə oynaya bilsinlər. Bizim də hədəfimiz var. Bizim hədəfimiz nədir? Baxınız, biz İranda ola bilər siyasi azınlıqdayıq, əziz Səid bəy. Bu realizmin bir cəhəssəsidir, amma etnik açıdan bir azınlıq deyilik. Bu yanlış bir düşüncədir. Əgər bunu milli hərəkətimizdə də bu fikirdə olanlar var. Biz siyasi olaraq azınlıqdayıq, etnik olaraq azınlıq deyilik biz. Düzdür ki, belə ermənilərə ki, sayılar neçə 10 mindir İran adlı ölkədə, yəni üniversite düzeyinə qədər, doktora düzeyinə qədər eğitim haqları var. İran sisteminin qorunması altındadırlar. Öz kilsələri, hər şeyləri İran dövlət tərəfindən qorunur. Amma belə sizə deyim ki,
967'lərdən ki, Qaznəlilər İranda hüküm sürməyə başlayırlar. Ondan sonra Səlcuqlular, Xarəzmşahlar, İldənizlilər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Afşarilər və Qacarlar 1000 il aralıqsız biz hakimiyyətdə olmuşuq. Yəni, realizm anlamında da biz bunu görməliyik ki, bugün içində olduğumuz durum heç bizə uyğun deyil. Yəni, biz həmişə hakimiyyətdə olan bir millət olmuşuq, başqa millətləri eşit şəkildə yönətmişik. Yəni, düşünün ki, Türk dövləti ya Türk dövlətləri öz sarayında fars dilinin gelişməsi, fars kültürünün gelişməsi üçün belə öz padişahlarımız, istər Osmanlıdan, istər bizim İran adlı məntəqədə, Azərbaycanda olan padişahlarımız, sultanlarımız olsun, xidmət ediblər fars dilinə. Bugün bizim dağlarımızın, təpələrimizin adlarını ki, türkçədir, hamısını silirlər, farsçaya çevirirlər. Bu etnik faşizmdir. Bizim İranda olan fars milləti ilə heç bir sorunumuz yoxdur. Biz inanır, dedik, uluslararası platformda əgər Cenevre Konvansiyonu, Uluslararası İnsan Haqları Deklarasyonu, ondan sonra ölkələrin anayasası toplumlara, insanlara nə haqq verirsə, biz özümüzə o haqqı axtarırıq, başqa millətlərə də o haqqı istəyirik. Yəni, biz demokrat insanlarıq. Yəni, özümüzə özgürlük istəmirik. Əgər biz özgürlük istəyirsək öz toplumumuza, təbii ki, başqa toplumlar da bu haqlara vaqifdirlər. Amma təbii ki, realizm bunu gərəkdirir ki, biz əgər hərəkətimizi başlatmışıq, onlar da vaqifdirlər öz hərəkətlərini, azadlıq hərəkətlərini, oyanış hərəkətlərini başladılar və sürdürürlər, əziz Səhid bəy. Aydındır. Ancaq bu məsələ sizin söhbətlərinizin ardında gətirməliyik ki, əgər bir toplumda bir ictimai bir etiraz olursa, təbiətən onun altyapısı var, onun teorisi var, fikri var və o haqda bilgiləndirməyi var. Və necə ki, görürük ki, Güney Azərbaycan Milli Hərəkətində bu məsələ var və qarşılaşdığımızda sizin vurduğunuz misallar haqqında Amerikada olsun, isə dünyanın ayrı bir nöqtələrində olsun. Təbiətən bir dövlətlərin arasında bir fərqlilik var. İndi ola bilər ki, bizim tamaşaçılarımız desin ki, ora Amerikadır, ora Avropadır, ya ora dünyanın hər hansı bir yeridir. Burası İrandır, yəni İran faşist rejimidir. Təbiətən bu məsələyə gəlincə, əgər istəsək biz o millətin gücünün üstünə heç bir dövlət təbiətən dayana bilməz, yəni onun gücünün qarşısında. Ancaq bu millətin gücünü biz oyandırmalıyıq, millətin gücünü bilgiləndirməliyik, millətin gücünü maarifləndirməliyik ta istədiyimiz nöqtədə gəldiyimiz dalğa ilə eləyə bilək o millətimizin milli sərnəveşdiyini, haqqı təyini sərnəveşdiyini belirləndirən gün ya belirləndirən çağlar eləyə bilsin, millətimiz öz iradəsini, öz gücünü ortaya qoysun. Yəni, bunu dediyimizdə, vurğuladığımızda sizin söhbətlərinizin ardından məsələ buna ibarət gəlir ki, hər zaman bizim realizmə, oyanışa və bildirləndirməyə ehtiyacımız var, özəlliklə bugün. Bizim geçmişdə sizin saydığınız 1000 ildən fazlası sürən hakimiyyətin bugün o müasir dönəmimizdə o irtibat, o bağlantı kəsilibdir. Yəni, bizim o öz güvənimizi, o milli qürurumuzu ki, eləyə bilək ona dayanaraq ya hər hansı bir geçmişlə bir aramızda körpü qulaq və gələcəyimizə bağlayaq, o körpü qırılıb və məcburuq bugün Azərbaycan kimliyini, Türk milləti, Türk kimliyini yenidən qaldırmaya və yenidən dirsələtməyə çalışaq. Təbiətən bu da oxumaqdan, maarifləndirməkdən, millətimizi oyandırmaqdan, elamiyyə paylaşmaqdan və ya bildiri paylaşmaqdan keçər. Bunun bənzəri hərəkətləri sizin dediyiniz kimi aynən bu cür olmuşdur. Sizə təşəkkürümüzü bildiririk bizim bu canlı yayınımıza qatıldığınız üçün. Təbiətən bu konu böyük, yəni alanı genişdir və ümid edirik ki, gələcək proqramlarımızda sizin bu konu haqqında sizdən gənə faydalanırıq. Buyurun, son söhbətlər sizindir. Təbii ki, çox təşəkkürlər əziz Səhid bəy. Bunu deyim ki, əgər bizim bəzi fikirlərimiz, bilgilərimiz var ki, inanırıq, hətta %50 millətimizin xeyrinədir. Vəzifəmizdir gəlib bunları biz paylaşaq. Və bunu deyim ki, İran adlı ölkədə barışa, dincliyə ən böyük mane bizim hərəkətimiz deyil.
bu İran rejiminin özüdür ki, biraz öncə saydım, öz anayasasında bəzi haqları tanıyır, gedir United Nations'da üyelik şərtləri sayılan bəzi konvansiyonları imzalar və söz verir ki, öz toplumuna ədalətli davrana, zindanlarına ədalətli davrana, zindanda olanlara işgəncə eləməyə, haqsız yerə. Amma tüm bunlar ayaqlıdır. Yəni, ən böyük mane dinsizliyə və sükunətə İranda elə rejimin özüdür. Buna Rıza Şah Palani, onun oğlu Məhəmməd Rıza Şah və ondan sonra gələn İran Fars Molla rejimi də ortaqdır. Bizim toplumumuz bunu görməlidir ki, bəlkə bu yol biraz çətin ola bilər, sürəsi də uzun ola bilər. Çünki biz barışçıl yöntəmi seçmişik və get-getdə güclənirik. Yəni, artıq təbii ki, bunun başqa mərhələlərə getməsi zamanı çatmışdır. Baxın, bir zaman vardı ki, traktor taraftarları azınlıqdaydı. Bugün stadları doldururlar. 50 min o tərəfdə, 50 min bu tərəfdə öz milli duygularını stadlarda ki, özlərinə bir böyük platform görürlər, yansıdırlar. Təbii, siyasi imkanlar buna İran rejimi özünün bu haqları bizə tanımasına rağmen, dedim, liderimiz Təbrizdən aday olur, qazanır, rekord bir oranıyla, amma məclis yerinə zindana göndərir. Demək ki, İran rejimi özü öz verdiyi sözlərdən imtina edir və çəkinir, qorxur. Çünki niyə? Yalancı bir sistemdir, insanlara çox dəyişik, demokratik, insan haqları ilə bağlı sözlər verir, gəlir hakimiyyətə və bu hakimiyyətə gəldikdən sonra 180 dərəcə tam totaliter, tam antidemokratik, insan haqlarını ayaqları altında əzən bir sistem olaraq bugün gündəmdə var. Təbii ki, bizim verdiyimiz örnəklər baddan ola bilər. Ona görə dedim ki, elə bizim oyanışımız bunu gərəkdir ki, düşmənimiz olan, bizim yurdumuzu işgal edən və millətimizi əsarətdə saxlayan bu İran rejimini yaxşı tanımalıyıq və izləyicilərimizə vurguladıq ki, bunun ordusu, bunun hətta siyasi yapısı, istihbaratı və ölkə olaraq qonumu dünyada zəif deyil, çox güclüdür. Yəni, demokratik olaraq sayğın olmasa da bunun otoriter bir devlet olduğunu və özü-özünə hakim olduğunu bilirlər və o cür davranırlar başqa dövlətlər, realizm gerekçəsi olaraq. Biz də ona görə bu yöntəmi seçmişik. Oyanış qısa bir süreç deyil, oyanışı davam etdirməliyik. Baxınız, Fransa milləti, Alman milləti, Amerika milləti, İngiliz milləti, siz bunlara lazım deyil deyəsiniz ki, o belə bir şey oldu, belə bir haqsızlıq oldu, çıxmalısınız sokağa. Bunlar o bilən oyanıblar və hazırdırlar ki, bəli. Məsələn, burada bəzi mən sizə oyanışdan doğan şuurlanma, bilgilənmə, müzakirə, ondan sonra mübarizə, dirəniş, qurtuluş və özgürlük və bağımsızlıq. Yəni, oyanışdan başlayır. Bu bir yöntemdir və bu mərhələləri aşaraq ta bağımsızlığa qədər gedə bilir. Biz yetər ki, milli bilinçləndirməyə siz deyən kimi davam edək, qardaş Türkiyəmizdə olsun, orada çox güclü çalışmalarımız olur, Güney Azərbaycan Milli Şərkatı olaraq. Artıq pişəvəri dönəmindəki Türkiyə hakimiyyəti bizi, məsələ pişəvəri hakimiyyətini Sovyet blokunda görürdü, onu dəstək vermirdi. Elə bir yanlışlıqlar olmayacaq. Biz Türkiyə atmosferi içində millətimizin haqlarını axtarmaya çalışırıq. Demokratik yollarla orada millətimizin içində olduğu durumları uluslararası mediaya, Türkiyə vasitəsilə çatdırmaya çalışırıq. Çox güclü üniversitelərdə konferanslar olur. Orada sivil toplum quruluşlarıyla çoxlu birişlər, seminarlar olur və bizim millətin içində olduğu durum ən azından qonşu dövlətlərə bildirilir ki, gələcəkdə EYA-nın böyük protesto eylemləri oldu. Biz yenə yalqız qalmayaq, əziz Səhid bəy. Çox sağ olun, sizə təşəkkür edirik. Ümidimiz var ki, bir dahaki canlı yayınlarımıza, proqramlarımıza
Bu konu hakkında sizinlə röportajımız olsun. Çox sağ olun bizə vaxt bizə ayırdığınız üçün və bizə qatırdığınız üçün. Təşəkkür ederiz. Siz də çox sağ olun izləyicilərimizə təkrar sərnişlər və iyi həftə sonları. Beləliklə, əziz tamaşaçılar, ümidimiz var ki, bu proqramdan faydalanılan sizə faydalı bilgilər aktarmış ola bilər. Ancaq Sayın Ərsalan bəyin dediyi kimi, bizim Güney Azərbaycan Milli Hərəkatının əsas bünövrəsi oyanışdan ibarətdir. Biz bugün oyanış üçün, milli hərəkatımızı gücləndirmək üçün millətimizi maarifləndirməliyik. Təbiətən oyanışdan sonra bu hərəkətin siyasi kanalları var, siyasi etapları var və Sayın Ərsalan bəyin saydığı kimi, sıraladığı kimi çeşidli şuurlu və siyasi pillələri var ki, bunlara təbiətən millətin gücü ilə və bu dalğanı, hegemoniya yaratmaqla bunlara əl tapacaq. Bugünkü canlı yayınımız sona erdi. Ümidimiz var ki, sağ və səlamət qalasınız. Sizi